Mən Abiyev Eşən Mailxanoğlu. Buradan bir müraciət ünvanlamaq istəyirəm cənab prezidentə, dövlət rəhbərliyinə. Deməli, 2022-ci ildə Vətən Mühafizə Xidməti dövlət tenderini saxtalaşdırır Təhsil Nazirliyində. Bunu İqtisadi İnkişaf Nazirliyi tutur və saxtalaşdıran həmən vətəndaşı məhkəmə qarşısında 5000 manat cərimə edirlər və Vətən Mühafizə Xidməti rəhbərliyinə bundan bağlı xəbərdarlıq edirlər ki, yəni bir də heç bir qanun pozuntusu olmasın. Buna baxmayaraq 2026-cı il yanvar ayından Təhsil Nazirliyi orada qanunlu şəkildə fəaliyyət göstərən Alım Mühafizə Xidmətinin məktəblərdən, universitetlərdən uzaqlaşdırır. 2022-ci, 23-cü illərdə saxta yolla tenderə qoşulmaq istəyən vətən mühafizəni həmən məktəblərə və həmən universitetlərə yerləşdirir. Mən sadəcə olaraq bir şəhid ailəsi kimi, bir vətəndaş olaraq mənə maraqlıdır ki, burada Təhsil Nazirliyinin maddi marağı nədir? 2022-2023-cü illərdə, 2022-2023-cü illərdə saxta yolla tenderə gedən və dövlət tərəfindən cərimə olunan Vətən Mühafizə Xidmətini yenidən Təhsil Nazirliyində mühafizə xidmətinə gətirirlər. Mənə bir dənə maraqlı olan budur. Mən buradan cənab prezidentə səslənirəm, Təhsil Naziri Emin Nurullayeva səslənirəm. İnşallah ümid edirəm ki, bu qanunsuz əməl dərhal öz həllini tapacaq. Təşəkkür edirəm, minnətdaram sizə.